Yəni yalnız Oxçu çay orada qarşı tərəfdə ki, bu cənab prezidentin vurguladığı kimi Zəngəzur ifadəsi artıq beynəlxalq legitim terminə çevrildi. Amma qarşı tərəf ötən illər ərzində bir Zəngəzur molibden zavodu adını saxlayıblar. Bilsəydilər ki, bu termin gələcək dövrdə onların maraqlarına nə qədər zərbə vuracaq, bəlkə o adı da dəyişərdilər. Necə ki, minlərlə türk toponimlərini, Azərbaycanlı toponimlərini erməniləşdirmişdilər. Yeri gəlmişkən, bu da ayrıca bir soyqırımdır. Toponimlər soyqırımı və yaxud cinayətləri üzrə. Ancaq, yəni, təbiət onun meşə ehtiyatlarından, zəngin ehtiyatlarından tutmuş, digər yəni, bulaqlar, çaylar və s. onların hamısının səmtinin dəyişdirilməsi və s. Bunlar hamısı baş verir. Digər tərəfdən faydalı qazıntıların çıxarılması. Bu da sistemləşdirilmiş, artıq bundan bağlı bildiyimiz qədər çoxlu materiallar toplanıbdır. Elə Xankəndi-Laçın yolunun dinc aksiyaçılar tərəfindən tutulması da bundan bağlıdır.